Bismillahirrahmanirrahim. Əziz müsəlman qardaş və bacılarım. Kitabların birindən maraqlı bir əhvalat oxudum və o əhvalatı oxuduqdan bir gün sonra bununla bağlı bir nəfər sual göndərdi və düşündüm ki, elə onun sualına o əhvalatı danışmaqla cavab verim. Həm də bu sualın cavabını dinləyən hər bir müsəlman qardaş və bacılarıma sualın cavabının faydası olsun. Deməli, sual verirlər ki, qəbirdəki insandan, yəni həyatdan köçmüş insandan, dünyasını dəyişmiş insandan kömək diləmək icazəlidirmi? Başqa cür desək, qəbirdə olan insan bizə kömək etməyə, yardım etməyə, istədiyimizi gerçəyə çevirməyə qadirdirmi? Sualın cavabı indi danışacağım əhvalatdadır. Çox maraqlı əhvalatdır. Tarixi əhvalatdır. Tarixdə həqiqətən baş vermiş əhvalatdır. Bir mömin adam, savadı az olan, sıravi müsəlman Məkkəyə gəlir. Baxır ki, Kəbənin bir tərəfində, Məscid-ül Haramda, bir tərəfdə bir nəfər oturub və zahirindən şeyxə bənzəyir, elmli birisinə bənzəyir. Yaxınlaşır ona, oturur yanında və baxır ki, yanındakılar sual, cavab ona müraciət edir və nəhayət gəlir sual verilir qəbirdə olan insandan kömək istəmək barədə. Bu şeyx deyir ki, bəli, istəmək icazəlidir və qəbirdəkilər bizi eşidir və istədiyimizi bizə verə bilərlər. Bu vaxt həmin müsəlman, sıravi müsəlman, fitrəti üzərinə sual verir ona. Deyir ki, şeyx, axı onlar bizə nə isə verməyə qadir deyirlər. Şeyx də cavabında ona dəlil deyir Qurandan. وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ. Allah yolunda öldürülənləri ölü sayma. Onlar Allah yanında diridilər. Əsas məqam burasıdır. Diridilər. Və onlara ruzu verilir. Yurzaqun. Bu müsəlman fitrəti üzərinə deyir ki, şeyx, doğrudur, o həyatda onlar diri, yəni yaşaya bilərlər. Amma ayənin axırında Allah Teala nə deyir? Yurzaqun. Axı, yarzuqun demir. Yurzaqun deyir. Onlara ruzu verilir. Yəni, onların özlərinin ruzu verənə ehtiyacı var. Onlara ruzu verəndən kömək diləmək lazımdır. Onlardan yox. Beləliklə də o şeyxi, sıravi müsəlman bu mövzuda susturur. Həqiqətən də belədir. Ruzu veriləndən yox, ruzu verəndən ruzu istəmək lazımdır, əziz müsəlmanlar. Allahdan istəyimiz, Allah Subhanahu Qurani Kərimdə bizə öyrətdiyi kimi, Ya Razzaq, urzuqnə və əntə xayrur raziqin. Ey ruzu verən, bizə öz ruzundan bol-bol ver. Sən həqiqətən də ruzu verənlərin ən xeyirlisisən. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.